Aha. Instance metodları, yəni dediyim kimi, yəni obyektə aid olan və həmin obyektin verilənlərinə çıxış eləmək üçün istifadə edilən bir metoddur. Məsələn, bir klass yaratmışıq. Bu klassın içərisində bir dənə belə bir funksiya yaratdıq, init funksiyası. Sonra bunun self arqumentini yazırıq. Yəni mən bu funksiyanın daxilində nə yazsam, bu verilənlər həmin bu klassın belə deyək, mənimsətdiyimiz obyektdən daxil edəcəyik. Mən məsələn burada bir obyekt yaradacağam mən. Bir dənə pas keçək. Məsələn, burada bir obyekt yaratmışam. Mən burada name klassını mənimsədirəm və mənim burada mötərizə daxilində verəcəklərim bu init metodunun daxilindəki verilənlər olacaq. Yəni birbaşa obyektin, yəni instansiyanın özünə verilənlər əlavə eləmək üçün bu metoddan istifadə edirəm. Yəni siz gördünüz ki, mən burada başqa bir funksiya yaza bilirəm. Özümdən məsələn salam funksiyası mən burada yarada bilirdim. Amma mən burada salam funksiyasının dəyişənlərinə, belə deyim, dəyərlərinə birbaşa klass üzərindən bir gördüyünüz kimi həmin o arqumentlərə qiymət verə bilmirdim. Yalnız init funksiyasındakı arqumentlərə qiymət verə bilirdim. Buna isə biz sadəcə necə eləyə bilirdik? Obyekt üzərindən salam funksiyasını çağırırdıq. O şəkildə ancaq biz nə edirdik? Demək, həmin funksiyanın belə deyək, parametrlərinə dəyər verirdik. Bu normal init funksiyası ilə bizim yaratdığımız funksiyanın fərqidir. Yəni init funksiyasının üstünlüyü odur ki, birbaşa klassın daxilində verilən dəyərlər, qiymətlər onun tərkibindəki verilənlərə mənimsədilir. Bunu biz başa düşdük məncə, düzdür? Aha. Məsələn, bir dənə sadə bir klass yaradaq. Class myClass adında def altdan xətt init self. O da bir atıram value dəyər. Məsələn, self value deyirəm ki, value-dir. Mən burada self value deyə bilərəm bunu. Bunun fərqi yoxdur. Yəni sadəcə adlar bir-birinin uyğun tapsın deyə mən bura gəlib nə bilim variable yazsam, biraz məntiqsiz olar da. Adlar bir-birini tapsın deyə, sonra mən bu self value yəni başqa bir funksiyada istifadə edeyim deyə, yəni bu adları oxşar qoymaq məntiqli olur. Bu bizim obyektimizə aid dəyişəndir. Obyektə aid dəyişəndir. Dəyişən bax burada self value-dir dediyim kimi. Bu onun arqumentidir ki, həmin dəyişənə mənimsədilib. Məsələn, burada bir də özümüz bir funksiya yaradaq. Show value adında, məsələn, dəyəri göstərən bir funksiya. Bax, bu da bizim instance metodlarından biridir. Instance, yəni obyekt metodlarından biridir. Nəyə görə? Obyekt metodu niyə görə buna deyirik? Bax, bu dəqiqə. Print value self value. Bizə dəqiqə. Hə. Self value. Все. Bu qədər. Bax, bu instance metodudur, yəni obyekt metodudur. Bu da obyektə verilən dəyişəndir. Obyektin öz belə doğma metodu, öz doğma funksiyası init funksiyasıdır ki, mən ona birbaşa klass tərkibindən dəyər verə bilirəm. Məsələn, bir dənə obyekt adında dəyişən yaradıb orada myClass çağırsam, mötərizəni açsam, mənə deyəcək value-ni daxil elə. Bax, bu belə. Hər hansısa bir value daxil, məsələn 25-də fərqi yoxdur. İstədiyiniz data tipində ola bilər. Təbii ki, əgər onun üzərində başqa bir əməliyyat eləməmisinizsə, gəlib burada məsələn append eləməm, nə bilim, və yaxud da string metodu da yazmamısansa, yəni hal-hazırda istədiyimiz bir tipdə ona bir dəyər əlavə eləyə bilirik. İndi mən bu obyekti yaratdım. Bu obyektin metodu hansıdır? Bax, budur. Yəni həmin instansiyanın metodu da bax budur. Show value. Necə məsələn bilirik bunu? Bax, burada obj yazıram. Show value funksiyası gəlir və mən onu çağırıram. Proqramı da çalışdırdı. Value 25 olduğu gəlir ekrana. Amma mən burada belə baxanda obj ilə myClass eynidir. Və mən burada myClass 25 yazdım. Sonra nöqtə show value yazmaqdansa
Yəni hal-hazırki vəziyyətdə bu daha yaxşıdır. Yəni birbaşa obyektin özünə belə deyək, müraciət edib onun funksiyasını götürürük. Yəni başa düşürük ki, artıq bir klassa sən dəyər verəndə o özü birbaşa obyektə dönüşür. Bax elə buradakı kimi. Yəni bunun yerində obj oldu, ya özü oldu, heç bir fərq eləmir gördüyümüz kimi. Birbaşa show value funksiyasına da heç vaxt keçid eləyə bilmərik. O klassın tərkibindədirsə mütləq bir obyekt yaradılmalıdır. Həmin obyektin vasitəsilə siz ora keçid eləyə bilərsiniz. Yəni klassın işləmə metodunun, işləmə məntiqini başa düşdük məncə beləsinə. Burada bir problem yoxdur ki. Tamam. Bax bu init metodunun bir özəlliyi də odur ki, başqa yəni beləsinə metodlar yaratsaq, onun daxilində dəyişənləri istifadə etmək üçün çox yararlıdır. Yəni burada nə dəyişən verəcəksənsə, yəni bəri başdan ver. Növbəti nə qədər 10-15 dənə belə funksiya da yaratsın, orada istifadə edə biləcəksən. Məsələn, bir dənə nümunə işləyək sizlə ki, məsələn, bankdan pul çəkib çıxarma kimi. Keçən dəfə biz onu səhv eləmirəmsə dictionary-də işlədik. Və hər nəsə. Yox, try-exit-də işlədik. Məsələn, bir dəfə də klassla işləyək. Bir dənə bank account-umuz var. Klassımızın adı belə olsun. Bu birinci initimizi verək təbii ki. Buna daxil eləyəcəyimiz ilkin dəyişənlər məsələn nə ola bilər? Name verə bilərik. İstifadəçi adı kimi də, yəni userimizin adı kimi. Bu belə qalsın. Buna indi pass verək. Keçək. Məsələn, get balance adında bir dənə funksiya yarada bilərəm ki, burada mənim balansımı məsələn göstərsin. Buna da pass verək. Def, məsələn, deposit adında bir dənə funksiya yarada bilərəm. Burada yəni pullar məsələn daxil edəcəyik. Sonra def withdraw, yəni pul çəkmək üçün istifadə oluna bilər. Bunu da pas verək. Всё. Yəni başlayaq məsələn buradan yazmağa. Gələ bu dəfə mən belə yazacağam. Self sahib bərabərdir name. Yəni istifadəçi kimdirsə onu self sahib adında dəyişənə həmin onun adını mənimsədəcəm. Bir dənə də self balance adında bir dənə dəyişən yaradıram özümdən. Bax, yəni həmin bir dəqiqə götürürsünüz. Əlimdəydi, hə, backspace basacağam. Mən bu balansı burada parametr kimi, arqument kimi yaratmamışam. Özüm təyin edirəm. Yəni istəmirəm ki, bunu sonradan təyin eləyək. Təbii ki, bu bizim haqqımızdır. Yəni biri var, belə deyim də, yəni funksiyanı yaradıb burada bir dəyişən təyin edəsən. Bir də var, məsələn, burada gələrsən yazasan ki, A bərabər məsələn 15-dir. Burada da self value-nun üstünə A-nı gələn. Yəni bunu eləyə bilirik də. Biz normalda bunu başa düşmüşüksə, burada da eləyə bilərik. Mən bu init funksiyasının daxilində bir dənə də self balance yaradıram ki, bu dəyişəndir. Və mən initin daxilində yaratdığıma görə mən bunu hər yerdə istifadə edə biləcəm. Dəyişənimizə də məsələn verirəm ki, 0. Yəni balansım ilkin vəziyyətdə 0-dır. 0.0 da yaza bilərsiniz. Lap value float tipində olsun sizin value'niz. Nəsə. Get balansda elə bir şey olmayacaq. Get balansda yəni bu bizim balansımıza baxır deyə. Elə return eləsin nəyi? Self balansı. Return eləsin self balansı. Yəni mən balansa baxmaq istədiyimdə depozitdə bəs nə olacaq? Depozitdə self balanceın üzərinə mən artıq bura bir dəyişən əlavə eləməliyəm. Mən depozit funksiyasından istifadə edirəmsə, bir obyekt yaradıb ora bir ad vermişəmsə, mən depozitin də bir dənə parametrini yaratmalıyam ki, nə qədər sən pul bura daxil eləmək istəyirsən. Sən buna da ingiliscə amount deyirlər də, yəqin ki bilirsiniz. Self balance plus bərabər amount edirəm. Yəni balansım nə qədərdirsə üstünə o daxil etdiyim məbləğ qədər də gəlsin, mən bura depozit edirəm bunu. Bunu elədikdən sonra bir dənə də return self balance eləyirsən ki, qoy update keçsin sənin belə deyim balansında. Buna belə yazırıq. Sonra withdraw çəkməkdir. Withdrawda da yəni bildiyimiz kimi sən pul çəkəcəksən, amma pul hardan çəkiləcək? Yəni mən burada indi self balance-dan nə bilim bərabər edeyim amount-u. Amma hal-hazırda bu amount-u mən istifadə edə bilmirəm. Niyə? Çünki bu amount bunun funksiyasıdır. Yəni bunun parametridir.
və ancaq buna aiddir. Bu init metodu deyil ki, mən bunun amountunu burada da istifadə edeyim. Ona görə gəlirəm, burada da bir dənə amount adında bir dəyişən yaradıram. Bunların eyni olması heç bir fərq eləmir. Yəni gördüyünüz kimi, yəni bu budur, bu da budur. Amma məsələn self balance görürsüz ki, hamısında var. Bax, bütün funksiyalarda var. Çünki initdə yaradılıb. Withdraw-da da təbii ki, amount yazılmalıdır. Çünki sən nə qədər pul çıxarmaq istəyirsən, onu qeyd eləməlisən burada. Çıxarandan sonra da bir dənə return eləyirsən balansımızı. Всё. Bu da bizim proqramımız. Bunun quruluşu, yəni strukturu hamıya aydın oldu. Bir dənə obyekt yaradaq, aydındırsa. Sual olsa deyin. Hesab yaradıram, bank account yaradıram. Bura mən mötərizə qoyan kimi hamı bilir ki, name atılacaq bizim üçün bir dənə. Всё, name açıldı. Mən yazıram Turan. Yazıram hesab nöqtə depozit funksiyası gəlir, withdraw funksiyası gəlir, nə bilim get balance gəlir. Get balance eləsəm 0 gələcək bildiyimiz kimi. Depozit eləyək məsələn 1500 manat. Və burada özü göstərir ki, amount-u daxil elə. Yəni bu amount burada gəlmir də, yəni burada gəlir, özünüz də görürsüz. 1500 manat daxil eləsin. Sonra hesab əslində get balance eləməyə ehtiyac yoxdur. Zaten daxil eləyəndən sonra return eləyəcək. Təbii ki, bunu print ilə yazmalıydım. Nəsə bu şəkildə qalsın elə ki. Elə onu deyirdim. Bax, bunu heç bir print ilə yazmamışıq deyə. Nəsə mən get balansı print ilə yazacağam ki, qoy da onun da bir özəlliyi qalsın. Yoxsa bunu hər yerdə yazmışıq set balans, set balans. Sonra bir dənə də hesab withdraw funksiyasını çağırıram ki, məsələn 300 manatda pul çıxaracağam. Bir dənə də print eləyirəm hesab get balance. Всё. Dem proqramımızı çalışdıraq. Demək, mən 1500 manat depozit elədim, balansım 1500 oldu, sonra pul çıxarış elədim, 1200 manatda çıxarışım oldu. Belə. Proqram aydın oldu bizə. Yəni istədiyimiz funksiyanı burada istifadə edə bilirik. Bir sual varmı burada? Problem varmı? Tamam, bu da aydındırsa. Keçək tabii biraz da elə başqa bir nümunələr işləyək sizlə. Sadə nümunələr olsun. Çünki nümunələri bir dənə DS-nə işarə eləyək ki, nə qədər nümunə işləyəcək. Sadədən mürəkkəbə yenə də bir təkrar üçün bir nümunə işləyək. Məsələn, dediyim kimi initsiz bir dənə klass yaradaq. Bunu da unutmayaq. Məsələn, klass salam adında bir sinif yaradıram. Deyirəm ki, def mesaj versin. Print nə bilim. Yəni self-dən də istifadə eləməyəcəm. Salam dünya. Всё, bu qədər. Bir dənə obyekt yaradıram. Bərabər edirəm salam funksiyasına. Bir də mötərizə qoyuruq. Sonra da obyekt nöqtə mesaj. Bu qədər. Çalışdırdım, salam dünya gəldi. Yəni initsiz də bir klass yaratmaq mümkündür. Bunu biz bilirik. Sadəcə init bizim işimizi nə edirdi? Asanlaşdırırdı, rahatlaşdırırdı. Yəqin ki, aydındır. İndi init metodu ilə bir dənə funksiya yaradaq. Mən tələbə adında bir dənə klass yaradıram. Def altdan fəth init. Bunun adı olsun, soyadı olsun. Soyada ehtiyac yoxdur. Ad əvəzi, soyad əvəzinə yaş olsun. Yaşı olsun. Self ad bərabərdir ad. Self yaş. Bunun əvəzinə sən age yad yaza bilərsən. Adın əvəzinə name yaza bilərsən. Öz-özə qalır. Yəni bunu siz istifadə edəcəksiniz sonda. Sonra bir dənə də def məlumat adında bir dənə funksiya yaradıram. Print edirəm tələbə haqqında məlumatları. F-string ataq bura bir dənə. Aha. Məsələn, deyək ki, self adı gəlsin bura. Sizin bu qədər yaşınız var da. Self yaşınız var. Hər hansısa, yəni sadə bir nümunə işləyirik deyirəm. Təbii ki, bu üçün bir önəmli deyil. Məsələn, student 1 adında bir dənə obyekt yaradıram.
Bunları məsələn mütləq öyrənin. Deməyin, yəni burada da dəyişən deməyin. Siz ona klasa mənimsədirsinizsə, obyekt deyin ona. Bunu da bilməlisiniz. Sən Vaqif vergül qoyandan sonra yaş qaralanır burada. Vaqifin yaşı 18. Sonra student 1 üçün məlumat funksiyasını çalışdırıram. Sonra student 2-ni yaradıram. Yenə eyni şəkildə tələbə klassını çağırıram. Yəni burada mən istifadəçilər yaradıram da bu strukturu başa düşün. Çünki çətin proqramlar işləyəndə məsələn bizə çox lazım olacaq. Məsələn Həsən. Vergül qoyuram yaş 19. Student 2 üçün məlumat funksiyasına baxıram. Yəni bir-bir adamların məsələn məlumatlarına, informasiyalarına necə baxıram da bu şəkildə. Print elədim, Vaqif sizin 18 yaşınız var, Həsən sizin 19 yaşınız var. Bu da belə. Bu da aydın oldu. Tamam. Qəşəng. Onda keçək bir dənə də nümunə işləyək. Mən özüm sürətlə gedirəm ki, çox işləyə bilək. Məsələn, şərtlə bir klass işləyək. Məsələn, bir imtahan adında bir klass yaradım. Yenə bir init metodundan istifadə edək. İmtahanda bizim balımız olsun. Məsələn, kəsildin, keçdin söhbəti kimi də elə bir şey eləyək. Self bal bərabərdir bal. Def nəticə adında bir dənə funksiya yaradaq. Şərt verək. If self bal əgər ki 50-dən 51-dən yuxarı və ya bərabərdirsə, print verəsin ki, sən keçdin. Keçdin. Əks halda kəsildin də yəni. Əks halda kəsildin. Yəni iyi adında obyekt yaradıram. Bura imtahan klassım mənimsədirəm. Mötərizəsini açanda deyir ki, balı qeyd elə. Balım məsələn mən 91-dir. Yəni də iyi adında dəyişən yaradan. Buna da balımızı qeyd edək 50. Hər iki obyekt üçün nəticə metoduna baxaq. Görək bizim üçün nə deyir. Keçdin, kəsildi. Yəni 91 bal yığan keçdi, 50 bal yığan kəsildi. Yəni funksiya daxilində normalda yəni şərtimizi də qeyd edirik. Yəni bu bildiyimiz normal funksiya kimi işləyir, amma klassın tərkibindədir və sən onu çalışdırmaq üçün klassın obyektini çağırırsan, həmin obyektdən həmin funksiyanı istifadə edirsən. Bu da belə. Bu da məncə yadımızda qaldı. Düzdür? Tamam. Onda bir dənə bura bir dənə şey yazaq. Class trash şərt. Sən bura listlərlə, dövrlərlə belə şey eləyək. Class list və dövr. Loop yazaq. Dövr əvəzinə. Hə. Bir dənə məsələn siyahı adında klass yaradıram. Def eləyək. Sən init. İstəsəm, yəni tez-tez sürətlə yaza bilərəm. Vaqif məndə tay. Olur da indi bəzi müəllimlər paylaşır. Nə bilim, bir saata 500 sətr kod yazdım, yəni 30 dəqiqə 600 sətr kod yazdım. Biz də eləyə bilirik, prosta da indi ehtiyac yoxdur. Bura istədiyimiz adı verə bilərik. Elə sef siyahı verəcəm mən bura. Siyahı. Klassın adı ilə dəyişik düşməsin deyə elementləri bura mənimsədəcəm. Qoy bir dəfə də fərqlilik eləyək ki, sizin gözünüz qarışmasın. Def yazdır adında bir funksiya yaradacağam. Burada dövrdən istifadə eləyəcəm. Bu, yəni elementlər hazırda biz heç nə daxil eləmədiyimizə görə istənilən data tipi ola bilər demişdim mən sizə. For, məsələn, element, in elementlər eləyirəm. Elementlər yox, əstəğfurullah, self siyahı eləyirəm. Self siyahı, yəni buradan bunun içərisindən elementləri götürəcək və print eləsin nəyi? Elementi. Element bircə dəqiqə. Əsas zaritkamız sönməsin. Tamam.
Print eləsin elementi. İndi mən gəlirəm bir dənə obyekt yaradıram. List 1 adında obyekt yaradıram. Siyahı funksiyasını çağırıram. Deməli deyir ki, məsələn, bura bir element daxil elə. Elementləri daxil elə. Mən bura təbii ki, bir list daxil eləməliyəm, bir iterasiya daxil eləməliyəm ki, yəni oradan belə deyək, elementləri götürüb istifadə eləyək. Bunu burada bu şəkildə də daxil eləyə bilərəm. Kənarda bir siyahı yaradıb sonra onu burada ata bilərəm. Sizin istəyinizə bağlıdır. Məsələn, mən elə istəyirəm ki, burada daxil eləyim. Hər hansısa bir, nə bilim, siyahı olsun, fərqi yoxdur. Nə meyvələr adında siyahımız olsun deyək ki. Armud, heyva. Sonra list 1-i yazdır funksiyasını istifadə edirik. Alma, armud, heyva. Yəni bunlar da dövrlər şəklində yazıldı. Başa düşdük bunu. Tamam. Diqqət. Cavab yazım. Çizəyim. Aha. Tamam, bunu da yazdıq. Tez keçək dictionary-yə. Yəni neçənci nümunəmizdir? 7-ci nümunəmizdir. Lüğətlə bağlı bir klass yaradaq. Adını qoyaq nə? Kitabxana adında bir dənə klass yaradıram. Yəni bildiyimiz kimi də dictionary inteqrasiya eləyəcəyik. Yenə def intimizi yaradırıq. Init yaratdıq. Heç bir dəfə mən burada bir parametr verməyəcəm. Bir yuxarıda elədiyimiz kimi bir dəyişən eləyəcəm ki, gözümüz biraz alışsın. Kitabxana adda yəni burada bir kitablarımız olsun. Bərabər eləyək, bunu da dictionary tipində yazıram. Məsələn, deyək ki, 3 dənə Python kitabı var. C++-dan nə bilim, bir dənədir. Biz dictionary yarada bilirik də, öyrənmişik sizlə. Nə bilim, mat, riyaziyyatdan nə bilim, 5 dənədir. Hər hansısa, nəsə belə bir şey yazdıq özümüz üçün. Bir dənə də axtar adında bir funksiya yaradaq. Yəni ki, bu funksiyaları tapsın. Kitabxanaları tapsın kitabxanadan. Bir də ad adında bir parametr atıram bura ki, yəni kitabı adına görə axtarsın. Məsələn, şərtimizi də hələ inteqrasiya edirik. Bura bir dənə lap yazaq şərt operatorları. Deyirəm ki, if ad in self kitablar. Əgər mən daxil elədiyim kitabın adı kitabların içindədirsə, print eləsin nəyi? Print eləsin nəyi? F-string atırıq bir dənə. Ad yazıram bura. Ehtiyac yoxdur self ad verməyə, çünki bu özünün daxilindədir. Da özünün daxilində elə ad kimi də qalır. Self kitablar yazmalıyam, çünki bu initin funksiyasıdır. Təkcə kitablar yazsam düz olmaz. Kitabından neçə dənə olduğunu indi yazacağıq. Neçə dənə olduğun. Onu da yazmaq üçün self kitablar yadınızdadırsa nə edirdik? Bir dənə list mötərizəsi açırdıq və bura adı yazırdıq. Ki, yəni keyimizi bura yazsın, onun valuesini ekrana çıxarsın. Bu nə deməkdir? Dictionary-dən key götürür, keyin qarşısında value neçədirsə onu göstərir, düzdür? Yadımızdan çıxmayıb ki. Tamam. Ədəd var. Filan kitabdan filan qədər ədəd var. Else-də verilir ki, kitab yoxdur da, yəni korrect. Belə bir kitab yoxdur. Yəni kitabxana adında klass yaradıram. Yəni normal bu dəfə gördüyünüz kimi heç nə daxil eləmirəm. Sadəcə obyektimizi yaradıram, klassa mənimsədirəm.
K nöqtə qoyuram, mənə axır ki, burada nəyimiz gəlir? Axtar məsələn gəlir. Axtar gəlir və mənə deyir ki, adın yaz. Kitabın adını təbii ki, biz string tipində yazmalıyıq. Çünki burada string tipində vermişik hamısını. Yəni keydi də normal olaraq. Məsələn, mət kitabı axtarıram mən. Yəni çalışdıraq. Mət kitabından 5 ədəd var. Axtar, məsələn, orada olmayan bir kitab yazsam. Yəni, belə bir kitab yoxdur ekranda. Bu da yazısı gələcək. Bu aydındır bizə. Bir sual varmı? Initə bir parametr vermədən də. Bax, burada neynədir? Initə bir parametr vermədik. Burada həmin parametri daxil eləmədik. Sadəcə initin daxilində bir dəyişən yaratdıq ki, həmin dəyişəndən digər metodların, funksiyaların daxilində istifadə edək. Bu qədər. Yəni bunlara məsələn əsas bu detallara diqqət edin. Burada təbii ki, dikti bilirik, dövrü bilirik, şərti bilirik. Əsas olardı. Yəni 8-ci nümunə məsələn nə olsun? Məsələn belə bir şey eləyək sizlə. List metodlarından biraz inteqrasiya eləyək. Class daxilində funksiya bizim üçün əlavə eləməyi yerinə yetirsin. Class list metod. Məsələn, belə bir şey də eləyə bilərik bircə dəqiqə. Nə edək demək? Məsələn, nə olsun? Deyək ki, bir market adında bir sinifimiz var. Obyektimiz, dəyişənimiz bir səbətdir. Ona da məsələn, məhsulları əlavə edirik. Yəni, real həyatda bu cür bir strukturdur burada indi yazdığımız klass. Yəni, bənzətmə eyni cür bənzətmədir. Klass, məsələn, market adında bir sinif yaradıram. Def addan xət, init. Bura yenə bir parametr verməyəcəm. Self, məsələn, səbət adında bir dənə dəyişən yaradıram. Bu siyahı olacaq. Sonra mən burada yaratdığım metodlar bu siyahıya məhsul əlavə eləmək və məhsulları göstərmək üçün istifadə edilsin. Yazıram def əlavə et adında bir dənə funksiya yaradım. Self və nə əlavə edəcəm? Məhsul əlavə edəcəm deyə məhsul adında bir parametr yaradıram. Self səbət. Bu dəyişənimizi yaratdıq. Append. Nəyə əlavə edəcək? Təbii ki, məhsul əlavə edəcək. Yəni burada başqa bir şey yox. Biz sizlə args kvarks keçmişdik də, düzdür? Yəni onlar məsələn args kimi də sən əlavə eləyə bilər əslində, belə deyim, dalbadal çoxlu, tək-tək əlavə eləməkdənsə, amma nəsə indi işimizi qısa eləyirik. Sizin nəzərinizdə olsun, sən elə bir şey eləyə bilərsiniz. Def göstər adında bir dənə funksiya yaradım. Məhsullarımızı məsələn göstərsin bizə. O da necə eləyəcək? Dövrlə də. For m məsələn in self səbət. Məhsul yazmadım da, elə ki, m məhsulu bildirir deyə m yazdım. Print eləsin m. Bu da belə. Yenə bir mağaza adında bir dənə obyekt yaradaq. Obyektimizə marketi mənimsədək. Gördüyümüz kimi heç nə istəmir bizə daxil eləmək üçün. Mağazanı çağırırıq. Hansı funksiyası var? Əlavə et, əvvəlcə əlavə eləyək. Məsələn, alımı əlavə elə. 1-2. Sonra mağaza da əlavə et. Nə bilim. Əlavə edək. Pomidor. Küçük. Mən bura vergül yazsam məhsuldan kənara çıxır deyə problem yaradacaq. Amma bunu bir siyahı kimi də yazıb əlavə edə bilərik. Yəni içində alma, pomidor, xiyar, indi nə yazırsansa da sənin öz istəyinə qalır. Biz prosta yoxlayırıq. Sonra mağazada səbətimizi göstərsin. Yəni çalışdıraq. Alma 1 kiloqram, pomidor 2 kiloqram. Yəni listin metodundan istifadə edərək bu funksiyanı çağıraraq initin tərkibindəki
dəyişənin daxilini doldurduq biz. Sonra da həmin o daxilindəkiləri göstərdik. Bu da belə bir nümunədir. Başa düşdük? Tamam. İndi biraz fərqli bir tip nümunə işləyək sizlə. Klasslar arası əlaqə. Klasslar arası əlaqə işləyək. Görün neçə dəqiqə dərs keçmişəm. 30 dəqiqə, tamam. Hans bu gün ancaq nümunə işləyəcək, çox vaxtımız getməyəcək. Klasslar arası əlaqə. Yəni iki dənə klass yaradaq, bir-birinə əlaqəsi olsun. Məsələn, bunlara object in object deyirlər bu mövzuya. Burada klassda object in object. Məsələn, bir dənə klass yaradıram. Ağlıma indi belə bir nümunə gəldi. Müəllim adında bir klass yaradıram. Bir də dərs adında bir klass yaradacağam. Def verək, altdan xət, init yazaq bura. Müəllimin adı olsun və biz bu addan o birisi klassın daxilində istifadə edəcəyik. Və növbəti klassı təbii ki, defin altından yox, elə klassın altından yaradıram. Klass dərs. Def də verirəm, altdan xət, init. Yəni bunun da öz daxilində təbii ki, init yarada bilərəm. Çünki bu fərqli bir başqa bir klassdır. Bura ad olacaq. Müəllim olacaq. Dərsin adı da təbii ki. Verək self ad bərabərdir ad. Bunu eləməliyik onsuzsa. Self müəllim bərabərdir müəllim. Çünki bura bir parametr vermişiksə onu bu cür dəyişən halına salmalıyıq. Bu da hazır qalsın. İndi bu klasslardan istifadə edək. Bir dənə obyekt yaradaq. Və obyektin tərkibində 2 dənə klass yazacağam mən. Obyektin tərkibində 2 dənə klass yazacağam. Daha necə yazacağam bunu? Dərs klassını yaradacağam. Dərs obyektini çağıracağam. Mötərizəni açdım. Burada mənə deyir ki, ad yaz. Dərsin adını yazacağam. Məsələn, riyaziyyat. Bu hissəyə diqqət edin. Və mötərizə qoyacağam, müəllim gələcək. Müəllim hissəsində isə nə edəcəm? Müəllim klassını çağıracağam. Müəllim hissəsinə müəllim sinifini əlavə edəcəm. Eləyə bilərəmmi? Eləyə bilərəm. Müəllim sinifini əlavə edəcəm və burada mötərizəni açıb müəllimin adını yazacağam. Məsələn, riyaziyyatı keçən hər hansısa bir müəllim deyək. Məsələn, random atıram Tahir müəllim. Bu hissəyə bir dənə diqqət edin. Mən burada dərsin 2 dənə parametri var axı. Mən bir də dərsin adını yazmalıyam, bir də müəllimin yazmalıyam. Düzdür? Dərsin adını yazdım riyaziyyat. Bu hissədə artıq bir dəyər kimi, yəni bir value kimi nəyi əks elətdirdi? Müəllimi əks elətdirdi. Aydın oldu? Tamam. Bir dənə f-string yaradaq onda. Deyirəm ki, məsələn, dərs. Hansı dərsdir? Şu nöqtə qoyaq. D obyektindən keçirik, dərsi məsələn tapırıq. Ad verirəm. Çünki bu D obyekti dərs klassına aiddir. Yəni mən burada bu dəyişənə erişmək üçün, yəni bu dəyişənə gedib çatmaq üçün adını yazmalıyam onun. D.ad. Yazdıq, bu dərsimizin adıdır. Çünki bunun biz necədir? Öz parametridir. Mən bunu dəyişən kimi yazmağıma ehtiyacı yoxdur. Müəllimin adını sonra yazaq. Müəllimin adını da yazırıq. D.müəllim .ad. Artıq bu ad buradakı addır. İndi burada vəziyyət necə oldu? Mən dərs klassından müəllimi çağırdım. Bu müəllim buna bərabər olduğu üçün getdi bu klassın yanına çağırdı. Və oradan mən nöqtə qoymuşam deyə burada ad gəldi mənim üçün. Mən bura başqa bir parametr yazsaydım, o gələcəkdi bu üçün. Yəni buradakı parametrlər gəlməyəcəkdi. Yəni bu D.müəllim artıq
bu sinifin içinə gedir çıxır. Ona görə bu sinifin içindəki dəyişəni götürüb gətirəcək. Bir dənə məsələn bu hissəyə və diqqət edin. Biraz qarışıq yazıldı, amma yenə də məncə başa düşərik. Dərs riyaziyyat, müəllim Tahir müəllim. Aydın oldu? Aha, tamam. Əslində mən inheritance-la bir nümunə göstərəcəm. Miras salma deyirlər buna Python-da. 10-cu nümunə class inheritance. Buna oxşayan bir şeydir. Bunu biz növbəti dərslərdə daha geniş şəkildə keçəcəyik. Polimorfizmdir, inheritance-dir, overriding-dir. Biraz bunlar oxşar dərslərdir. Fərqliləri də var. Amma indi nümunə kimi göstərirəm ki, belə ağlınızda canlansın məsələ nədir. Məsələn, bir dənə ana klass yaradırıq, yəni böyük bir klass yaradırıq. Sonra da alt klasslar yaradırıq ki, həmin o böyük valideyn klass ki var, o uşaq klasslarda onu istifadə edə bilərsən. Inheritance-da məsələn budur. Miras salma, məsələn deyəndə nə anlayırıq? Böyükdən balacaya keçən bir miras. Burada da eynidir. Bir dənə böyük klass olur, bir də balaca klass olur ki, həmin o balaca klass böyük sinifin xüsusiyyətlərini özündə daşıyır. Sadəcə qısa məlumat kimi deyirəm. Növbəti dərsdə biz bunu daha geniş sizlə keçəcəyik. Məsələn, necə ola bilər? Klass heyvan adında bir dənə məsələn sinif yaradıram. Bu heyvanın məsələn səsi olur. Bunun xüsusiyyətidir, düzdür? Məsələn, print lap verək ki, heyvan səs çıxarır. Heyvan səs çıxarır. İndi bir dənə də it adında bir klass yaradıram. Və mən bura gəlirəm, mötərizə içərisində, həmişə deyirdim bu mötərizəni istifadə edəcəyik haçansa. Bu mötərizənin içərisində gəlirəm, heyvanı yazıram. O deməkdir ki, heyvan sinifi bunun valideyn sinifidir, bu da uşaq sinifidir. Və bu valideyn sinifin xüsusiyyətləri nədirsə, it, yəni yaratdığımız bu uşaq sinif var, həmin o xüsusiyyətləri özündə daşıyacaq. Sən gəlirəm, bura def səs yazıram. Self verdim. Print itin səsini yazmalıyıq bura. Nə bilim, nə yazaq? Hav yazaq keçsin. Bu qalsın indi kənarda. İndi mən bir dənə obyekt yaradıram. It sinifin. Çağırıram bura. Mötərizəsini yəni boş qoyuram. i.səs yazdım. Çalışdırdım. Funksiya olaraq, yəni bunun burada bu səsi belə deyək, xüsusiyyəti çıxdı. İkisində də eyni funksiyanı istifadə etmişəm. Yəni bunun metodudur. Ancaq bunda istifadə ediləcək bir söhbət deyil. Sadəcə yəni öz sinifinə aid deyil. Oradakı bu funksiyanı mən gəldim burada da istifadə elədim. Yəni biraz inheritance fərqlidir. Bunu yaxşı biraz detallı izah eləyək. Əslində bunu keçəcəyik. Sadəcə biraz adamı qarışdırır. Məsələn, overriding zat buna da oxşuyur. Amma yenə də. Bir də təzədən deyirəm. Yəni miras salma deyirlər buna inheritance-a. Bu yəni obyekt yönümlü proqramlaşdırmanın əsas yəni özəlliyindən biridir. Yəni burada bir valideyn klass olur. Bir də yəni övlad klass gedir. Yəni parent child deyirlər bunlara. Yeni klass, yəni bu child klass, köhnə klass, yəni parentin xüsusiyyətlərini özündə daşıyır. Yəni sadə dillə desək, yəni bu it heyvanın yəni xüsusiyyətlərini özündə daşıyacaq. Bu belə. Məsələn, burada bunu mən sizə necə isbat edeyim? Gəlin bunların əvəzinə pas yazın. İndiki vəziyyətdə belə mən bunu yazsam, yəni mənim proqramımda xəta olmayacaq. Yazacaq ki, heyvan səs çıxarır. Bilən baxın, çalışdırın. Heyvan səs çıxarır.
Amma yəni gəlib orada dəyişiklik eləmək istəsəm, funksiyanın adın olduğu kimi yazacağam. Sonra o dəyişiklikdə, update-də hansı səs varsa onu yazacağam. Vəsə bu qədər. Məncə bununla aydın oldu sizə. Aydınsa lap yaxşı. Çünki bax burada dediyim kimi, yəni heç nə olmasa belə öz sinifinin funksiyasını götürdü də, düzdür. Mən bura gəlib təbii ki, nə bilim, cummaq funksiyası yaradaram, def cummaq zad yaradaram. Bu onun öz metodu olacaq. Amma heç nə olmasa belə pass yazıb mən bu it üçün bu heyvanın daxilindəki xüsusiyyəti istifadə edə bildim. Və bu şəkildə istifadə edə bildim. Amma o demək deyil ki, hər dəfə də bu istifadə olunacaq. Biraz fərq varsa, biraz istisna varsa, onu da bu şəkildə eləyəcəksən. Gərəsən burada həmin funksiyanı, həmin metodu eyni ilə yazacaqsan, adın, soyadın. Fikirləşmə ki, yəni buradakı bu buna aiddir, buradakı bu buna aiddir. Xeyr. Yəni artıq bunlar ikisini də eyni anda yazdığın momentdə, yəni bunlar bir-birindən fərqlənir. Sən burada bunu yazmayıb, amma it üçün səsə müraciət eləsən, təbii ki, heyvanın səsi gələcək. Çünki nə etməsən sən? It childdır, onun da parenti olaraq heyvanı qeyd etməmisən. Vəsə. Bu inheritansdır. Bunu biz sizinlə daha geniş, daha ətraflı keçəcəyik inşallah. Məncə bu qədəri ilə də belə siz başa düşdünüz bunu. Düzdür? Bir sual var? Tamam. Bir dənə də məsələn bir orta səviyyəli bir nümunə işləyək sizlə. 11-ci. Məsələn, burada da sadə bir login sistemi eləyək. Nə olsun? Class dict bir də şərtdən istifadə eləyək. Mən istəyirəm bunları bir dənə ikili də alım. Bizə qarışıqlıq eləməsin. Bu kodları atacağım sizə bugün. Neçə gündə ancaq videonu atıram, kodları göndərməm. Amma bugün bunu atacağım ki, tək-tək kodlara belə birbaşa baxa biləsiniz. Vəsə. Sadə bir login sistemi yaradacaq. Onun üçün bir dənə login adında bir sinif yaradıram. Onun özünə məxsus bir funksiyasını yaradıram. Yəni, class yazırsansa, initi mütləq yaratmalısan sən. Self users adında bir dənə yaxud istifadəçilər də yaza bilərsiniz. Dict yaradacağım ki, mən burada istifadəçiləri qeyd edeyim. Məsələn, Turan və onun parolu. Məsələn, nə olsun? 1, 2, 3, 4. Parolu mütləq şəkildə stringdə yazmalıyıq. Bunu sizə demişik. Admin. Parolumun nə olsun? Elə admin olsun. Həmişəki kimi. Bir dənə yoxlamaq üçün funksiya yaradırıq. Burada mən user bir də parolu arqumentin yazıb onları yoxlayacağam. If istifadəçi user-də istifadə etmişəm, user-sı da istifadə etmişəm. Biraz başqa bir şey istifadə edək. If istifadəçi in istifadəçi. Gəl user yazacağam. Biraz qarışıq görünməsin. If user in self users and demək self usersdən biz parolu yox, biz yoxlayırıq da. Həm girişi yoxlayacaq, həm də parolu. Mən burada şərt verirəm ki, əgər bu user bu userlərin içindədirsə, sonra həmin userin parolu əsl parola bərabərdirsə, giriş alınsın. O üçün də and-lə vermişəm ki, məcburiyyətdir, bunların ikisi də yox, mütləq olmalıdır. Self users artıq bizim dictionary-dir. Biz burada bu value'ları belə deyək, çatmaq üçün nə edirdik? Keyimizi yazırdıq bura. O da user olacaq təbii ki. Yəni mən nə ad daxil eləyəcəmsə, o olacaq. User yox, elə bu user olacaq. Əstəğfurullah. Bir dənə baxın. Elə bu useri burada istifadə edə bilərik biz. Və bu bizə dediyi nəyi verəcək?
qarşısındakı dəyərləri 1, 2, 3, 4-ə admini verəcək. Yoxlayırıq nə ilə? Parolla. Bu da belə. Bunu da yoxlayırıq. Print veririk ki, login successful. İngiliscə yazaq da indi. Else-də də ki yazaq. Else-sini bilmirəm ingiliscə necə yazacaq. Nəsə 404 qətv yazıram. Giriş xətası. 402 də yazmaq olar. Nəsə. Bunları boş verin. Əsas proqramımızı düzəldib yaza bilək. İndi bir dənə login üçün log adında bir dənə dəyişən yaradıram. Login klassını çağırdım. Bura heç nə daxil eləməyə ehtiyac yoxdur. Sadəcə logu demək yazıb yoxla funksiyasını çağıracağam. Və mən bura nə daxil etməliyəm? User-dən parolu daxil etməliyəm. Məsələn, daxil eləsəm admini, sonra onun parolunu nə edəcək? Artıq user admindir. Parol da admin olduğuna görə admini birinci user self user'sin içində axtaracaq. Burada axtaracaq. Key kimi axtaracaq. Tapsa əgər key kimi, sonra həmin keyin valuesini parolla yoxlayacaq. Həmin keyin valuesini parolla yoxlayacaq və əgər düzdürsə login successful olacaq. Bir dənə yoxlayaq. Login successful. Admin 1 2 3 yazsam, yəni xəta verəcək. Aydın oldu bu sizə? İminli bu strukturdan qəşəng proqramlar yaza bilərsiniz məncə. Biz özümüz yazacağıq sizlə bir 100-200 sətirlik qəşəng bir giriş-çıxış sistemi yazacağıq. JSON modulunu da keçək inşallah. Amma yəni siz özünüz də məncə buradan qəşəng ideyalar çıxara bilərsiniz. Mütləq, yəni bunları istifadə edin. Məsələn, mən bura nə edə bilərdim? İstifadəsini özüm də əlavə eləyə bilərdim. Məsələn, necə ki, burada əlavə eləməyi ayrıca bir klass kimi istifadə elədim. İstifadəsini silə bilərdim. Logout funksiyasını əlavə eləyə bilərdim. Belə siz özünüzdən qəşəng proqramlar yarada bilərsiniz. Düzdür? Yəni, bu çətin deyil. 12-ci nümunə. Biraz mürəkkəb nümunə yazaq. Burada da klass daxilində olsun, list olsun. Dict olsun. Sizi çox yormayacağam, amma gözümüz alışsın ən azından. Bunları bir də gedin evdə özünüz tək-tək analiz eləyin. Çətinləri təbii ki. Asanlar onsuz da yadımızda qaldı. Elə mən dediyim kimi bir nümunə göstərəcəm sizə, bayaq dediyim kimi. Siz onu fərqli formasını özünüz yaza bilərsiniz. Məsələn, bir sifariş klassı yaradaq. Bizim əlavə eləmək üçün menyumuz olsun. Səbətimiz olsun. Sonra da hesablayaq da. Yəni, məbləğimiz nə qədər tutacaq onu hesablayaq. Başlayaq məsələn yavaş-yavaş. Beyində bir ideya olandan sonra hər şey asandır. Klass sifariş. Bir dənə sinif yaratdıq. Bir dənə definitimizi mütləq yaratmalıyıq. Yarada bilsək. Burada bir şey verməyə ehtiyac yoxdur hələ ki. Çünki dəyişən kimi yaradacağam. Bir dənə menu dəyişəni yaradıram. Ki, mən menyudan nəsə sifariş verəcəm. Bunu dictionary edirəm. Lüğət tipində edirəm. Pizza. Məsələn, bunun qiymətinin qarşısında yazacağam. Məsələn, 13 manat. Sonra nə var? Məsələn, burger. Məsələn, 8.90. Nə bilim, sonra nə var? Burada bir dənə vergül atmalıyıq. Nə bilim, salat ataq. 5 manatda bu olsun. Belə. Bu bizim menyumuzdur. Bir dənə burada dəyişən yaradıram. Self səbət. List tipində. Çünki əlavə eləmək metodundan istifadə edəcəyik. Bayaq o nümunəni sizə göstərdim. Gələk bir dənə əlavə et elə funksiyasını yaradaq. Kakraz. Nə əlavə eləyəcəyik? Məhsul əlavə eləyəcəyik bu menyudan. Şərti qoyuruq ki, bu məhsul əgər bu menyunun içindədirsə, eləncini əlavə eləcəklər. If məhsul içindədir self menyunun. Boş nöqtə qoyduq. Self səbətə append eləsin məhsulu. Bura qədər yəqin ki, bir sual yoxdur. Yavaş-yavaş gedirik sizlə. Else eləyirik.
ki, belə menyuda belə bir məhsul yoxdur. Menyuda belə məhsul yoxdur. Sonra hesablayaq. Def hesabla. Hesablamaqda da biz onların qiymətini hesablayacağıq. Yəni məbləğ nə qədər tutdu? Təbii ki, biz dediyim kimi bu dəyərlərə çatmaq üçün nə edirik? Həmin o dictionary-də keyimizi list mötərizəsinin içərisində yazırıq, sonra onun dəyərini tapırıq. Toplam adında bir dənə dəyişən yaradıram ki, bu 0 olsun. Yəni nə olacaqsa da bunun üstünə gəlsin. For məhsulun qısaltması kimi məh yazın. Ya da sif yazaq, sifariş kimi də yəni. In self səbət. Self səbətin içindəki sifarişlərə bir-bir dəysin. Toplam eləsin onları. Toplama həmin o götürdüyümüz nəyləri demək. Self menudakı dictionary-dən key yazırıq. Keyimiz nədir burada? Sifdir key. Nəyi toplayacaq demək? Bunların value'lərini toplayacaq. 13 son 13, 8, 9, 8, 9. Bu şəkildə toplayacaq. Və axırda nə etsin bizim üçün? Dövrün sonunda da ümumi məbləği bizə versin. Ümumi məbləğ. Burada atırıq nəyi? Toplam. Ya da AZN qoyaq bax böyrünə. İndi obyektimizi yarada bilərik. S bərabərdir sifariş. Sınır kiçiyinə yazsın. Bir dənə obyekt yaratdıq. Sonra S əlavə et, məsələn nə? Pizza. S əlavə et. Son. Sən belə bir şey, belə bir şey deyə bilməyəcəm. Çünki bir dənə elementin içində 3 dənə burger yazacaq. Nəsə onu ancaq şeylə eləyə bilərik sizlə. Orada bir dənə sonsuz dövr yaradıb nə əlavə eləmək istəyirsən, soruşa, sən də yazırsan pizza, burger. Axırda hə, yoxa bir dənə yox deyirsən, şey qutarır, nədir onun adı? Dövr qutarır və sənin səbətin yığılır. Əlavə elədim pizzanı, burgeri, nə bilim, salatı. Axırda da bir dənə nə etsin? S hesablasın. Çalışdıraq. Login successful yuxarıdakı funksiyadır. Ümumi məbləğ 26 manat 90 qəpik. Bu da belə. İstəsiniz komissiyaya da qoya bilərsiniz. Taya o da sizin özünüzə aiddir. Aydın oldu bu da. Tamam. Başa düşdük bugünkü bütün proqramları. Məncə klasslarla bağlı bizim bir problemimiz olmayacaq. Yəni görürəm ki, strukturunu yavaş-yavaş tutmuşuq. Düzdür? Tamam. Əgər hər şey aydındırsa, heç nə. Bugünlük dərsi bitirək. İnşallah sabah yeni klassların yeni mövzularından danışacağıq. Səhət də inşallah bugün bu nümunələrə baxar. Onsuz da elə dediyim kimi çətin bir şeylər deyil, sadəcə nümunələrdir. Yəni ən azından baxsın, detallardan nə bilim tək-tək çalışdırsın bir-bir. Belə, yəni işləyə bilər. Yəni, bu bir qoyduğum hissə bugünkü dərsə aiddir. Tarixini də yazıram. 03.05 2025. Всё. Belə. Kimin nə sual var uşaqlar? Tamam. Həsən, sən nə sualın var? Yox. Bilmədim, kimin səsi idi ya. Tamam.
Aydındırsa heç nə. Bu günlük sağollaşaq. İnşallah sabah dərsdə görüşərik.